Salam, hər vaxtınız xeyir. Xırdalan şəhərində 119 nömrə avtobusun yolunda belə bir gözəl, həyətinə maşın girən, super qiymətə, kupçalı belə bir həyət evi. Qiyməti də şokdur. Evin içi genişdir. Birlə ikinci mərtəbən alsın monolit betondur. Geniş otaqlar, iç divarlar da qoşadaşdır, yerdən kürsülüdür. Həyətinin bir maşını rahat keçir, oturub durmağa yeri var. Bax, belə bu boydadır. Burada da belə bir əlavə köməkçi ərazisi var. Kupçalıdır, evin də torpağında sənəti var. 97 min manata. Demək, girişdən burada belə bir qonaq otağı nəzərdə tutulub. Qonaq otağı, pəncərəsi səhətinə baxır. Bax, bu iç divarlarda boşa daşdı, bax. Bilənlər bilir nə demək istəyirəm. Yataq otağı, genişdir, işıqlıdır, konbufətləri var. 97 min manata. Bu cürlə Qufçalı 119 nömrə avtobusun yolunda şəxsi tikilidir, sadəcə təmiri yenilənib. Belə bir gözəl ev. Pilləkən 2-ci mərtəbəyə qalxıb, pilləkənin altında boş bir ərazisi var. Şah bölməsində şəhərlərinizi gözləyirəm, naxt satılır. Qanun atarlıqları satqı. Ana giriş qapısı buranda konbifətdə var, sadəcə təmizlik işi qalıb. Burada mətbəx hissəsidir, bu mətbəx hissəsi ayrıcadır. Və birinci mərtəbənin böyük bir hamam otağı var. Yəni, bu böyük sözüyə də belə deyil. 2 dənə pəncərəsi var. Burada kuzu da yerləşər, böyük həcmdə vanna da qoymaq olar. Və qalxaq sonuncu mərtəbə, ikinci mərtəbəyə orada olan şəraiti sizlərə göstərim. Ev çox işıqlıdır. Qoşadaşdır, marşruta yaxın. Digər evlərimiz də var. 97 min manata sadəcə bu ev az halda tapılır, satışda. Qaçırmağına dəyməz, bir ədəd evdir. Faktiki 4 otaqdır. Buranın da sayısaq 5 otaqdır. Yəni, böyük bir otaq həcmdə olan bir dəhliz hissəsi var 2-ci mərtəbədə. 2 dənə pəncərə iləndir, bir daha vurulub. Şəxsi vurulub, təmiri yenilənib. Kupça əldə 97 min manat. Xırdalan şəhərin 119 nömrə avtobusun yolu. Yuxarı mərtəbədə də gördüyünüz kimi bu hissədə divar boşa daşdır. Qıxlıq divardır. Bu da bir yataq otağı. Burada da ikinci yataq otağı. Demək, buranı da hesablasaq 5 otaq verir. Buranı da bağlamaq olar, lazımdır. Amma faktiki 4 otaqdır. Biz tamamda 5 sot torpağının içindədir. Alana satan Allah yerin versin. Kanalımıza abunə olun. Gözəl evlərimizə su çıxanda qaçılmama unutmayın. Baxasız izləyəsiniz.